14 sayılı ümumi rejimli cəza çəkmə müəssisəsindən. Mətbuat və ictimaiyyət nümayəndələri nəzərə çatdırıram ki, Qaradağ rayonunda yerləşən istifadəyə yararsız iş fəaliyyəti dayandırılmış köhnə daş tərxanasının yaxınlığındakı binada yerləşən 14 sayılı cəza çəkmə müəssisəsində vəziyyət çox ağırdır. Yayda istidən nəfəs ala bilmirik. Bir balaca külək dəsəndə daş tərxanasının qumlarını bütün əraziyə səpir. Qida məhsullarımız və yataqlarımız içərisinə kimi qumla dolur. Məhbus sayının çoxluğundan yatmağa çarpayı çatmır. Bir neçə dustaq növbə ilə bir çarpayıda istifadə edir. Otaqda, koridorda yerdə yatırlar. Bəzən hətta yer olmayanda yeməkxanada da yatmalı olurlar. Yayda istidən, susuzluqdan, payız yaylarında yağışdan, küləkdən, qışda da qardan, şaxdan dustaqlar əziyyət çəkir. Təmizsiz köhnə yataqxana binası mal tövləsinə bənzəyir. Otaqlar rütubətli, çox soyuq olur. Gigiyenadan söhbət belə gedə bilməz. İçməyə normal su tapmayan dustaqlar yuyunmağa suyu harada tapsınlar, antisanitariya başarıb gedir. Yəni, deməli, içməyə tapmayanlar da yuyunmağa harada tapsınlar. Antisanitariya başarıb gedir. Xəstələnən dustaqlara tibbi yardım edilmir və s. Yazır bu qardaşımız. Cəza çəkmə müəssisəsinin rəisi və bir muavini yerini dəyişdiriblər. Rəis Məmməd Rızayev komandir, muavini Zeynal Ağayev, hər ikisi rüşvətxorun və pulgirin yekəsidirlər. Digər muavin İlqar Cəfərovda biraz da olsa insanlıq var. İndi bu İlqar Cəfərovda yəqin insanlıq var deyə onu çıxardarlar vəzifəsindən. Demək olar ki, hələ qalıb, onda insaf qalıb. Zonda olan mağazinlərdə satılan hər şey çöldəki qiymətdən 3-4 dəfə, hətta 5 dəfə baha qiymətə satılır. Ən çox da su baha qiymətə satılır və elə ona görə də buranı su ilə təmin etmirlər. Burada deməli açıq bazardır. Başda saç saxlamaq 10 AZN, biraz şəraitli otaqların qiyməti 350 AZN. Bunu keçən dəfə də bir başqası yazmışdı. O da eyni şeylər yazmışdı, dəyərli dostlar. Kasıbların qaldığı otaqlar yuxarıda qeyd etdiyim kimi mal tövləsindən belə pis vəziyyətdədir. Zona gətirilən yeni dustaqlar 2-3 həftə qarantinə saxlanılır. Qarantinə tez çıxmaq üçün 1500-2000 AZN arasıdır. Orada qalsan əzab əziyyət, bəzən də işgəncə verirlər ki, məcbur olub onlara rüşvət verirsə səni qarantindən çıxarsınlar. Zonda 2000 dustağa 5 ədəd ayaq yolu var. 300-400 nəfər növbəyə düzülür. 3 saata yaxın növbədə gözləyən dustaqlar arasında dözə bilməyib özlərini batıranlar olur. Bu vəziyyətdə düşən dustaqları bəzən Karsa da salırlar. Media və ictimaiyyət nümayəndələrinin diqqətinə sizə yazdığım məktubu çatdırın ki, məsələ ictimailəşsin. Ancaq mənim adım heç kim bilməsin. Yoxsa məni Karsa salırlar, işgəncə verirlər, hətta cəzamı da artırarlar. 14 sayılı cəza çəkmə müəssisəsində cəza çəkən insan yerinə qoyulmayan dustaq adam. Buyurun, bax, budur vəziyyət. Rəzalət. Rəzalət. Heç də mən kimsəni burada həbsxana ilə bağlı qorxutmaq istəmirəm ki, həbsxanada belə vəziyyət belədir. Amma həbsxana bunları deyirik ki, həbsxananın şəraiti düzəlsin. Yəni, belə olmaz. Biz bunları yəqin ki, parlamentdə də müzakirə edəcəyik, dəyərli Vahid bəy, və beynəlxalq təşkilatların, o humanitar təşkilatların diqqətinə çatdıracaq ki, Azərbaycanda həbsxanalardakı vəziyyət budur. Yəni, ona görə yazmaqdan çəkinməyin, yazın, göndərin bizə. Yazın məlumatları buradan səsləndirək ki, insanlar bilsinlər, dünya bilsin ki, Azərbaycanda həbsxanalarda nələr baş verir. Çünki həbsxanalara gələndə, deyəsən, son zamanlar heç monitoring aparan da yoxdur. Əvvəllər gəlib monitoring aparanda biri də monitoring aparacaqlar, yoxlama gələcək. Onda hər şeyi gizlədirlər, hər şeyi dəyişirlər. Necə ki, indi İlham Əliyev Qarabağda bəzi evlərin açılışını eləyəndə görürsən, evdə divan var, kreslo var, televizor var, mebel var, nə var. Xalça var yerdə. O gedən kimi hamısını yığışdırıb aparırlar, başqa evə qoyurlar. İndi ki, ora gələcək. Belə cəmaatı aldadırlar. Yəni, kosmetikcə Azərbaycanda şəhərin içində əsas yollar o. İlham Əliyev keçən yolların hamısının ki, sağı solu boyayırlar, neyirlər, fasad düzəldir, neyirlər. Arxa sokaqlar, o Türkiyələ deyil, arxa sokaqlar cəhənnəmdir. O da bax, həbsxana da belə bir vəziyyətdədir.